Salam dostlar, mən Elnur Südamirdən salamlayıram. Hal-hazırda hamıya maraqlı olan, indiyə kimi işlədiyimiz cari proyektlər haqqında sizə məlumat vermək istəyirik. Bir video olaraq hamısından hissə-hissə, hansı proyekt, hansı nə vəziyyətdədir, hansı statusda dayanırsa bu dəqiqə onu göstərəcək. Bu gördüyünüz bir neçə il qabaq başladığımız Mercedes 116 kuzasıdır. Birinci buraxılan S-klassdır. Hal-hazırda avtomobil tam olaraq rəngi hazırdır. Gördüyünüz rəng üzərində baz olaraq, astar olaraq vurulub. İnşallah korreksiya olunacaq, bəzi finish hissələrində baxılacaq. Ondan sonra tam olaraq rəngə girəcək. Allahın izni ilə gələn həftənin əvvəlinə inşallah sizə bunu tam rənglənmiş formada göstərəcək. Gedək indi başqa proyektlərimiz üçün. Növbəti proyektimiz isə Qazenlər proyektidir. Bir müddət əvvəl biz bunun sizə salamat vəziyyətini və 39 kuzanın salamat vəziyyətini göstərmişdik. Hal-hazırda bunun altında gördüyünüz platforma 39 kuzadan BMW-dən, üzərində gördüyünüz isə Qazenlərin tam olaraq gövdəsidir. Biz artıq bunu, yəni çoxları sual verir ki, nə oldu, proyekt necə oldu? Proyekt artıq birinci etapı keçib, yəni qoyulub üzərinə. İndi ölçülər, disklər sifariş olunacaq ki, biz təkər arkalarını disklərə uyğun düzəldək. Onun üçün gözləyirik ki, disklər gəlsin, ondan sonra işin davamı olacaq inşallah. Növbəti həftələrdə, yəni dediyim kimi, hər bir proyekt haqqında cari vəziyyətlərini biz sizə göndərəcək. Gedək növbəti proyektimiz. Dostlar, növbəti proyektimiz Chevrolet Impala modelidir. Bu avtomobil artıq bir il üzərində iş, bir ilə yaxın üzərində iş gedir. Avtomobilin tam olaraq gövdəsi Dodge'dur, Dodge Challenger modelidir. Özü isə 65-ci ilin Chevrolet Impalasına yığılır. Hal-hazırda dəmirçi işləri işləmək üzrədir. Gördüyünüz bütün bu hissələr, yəni bu xəttdən və bu xəttdən aşağı olan bütün hissələr bizim əl işimizdir. Yəni sırf bizim atelyemizdə sıradan xam malla, sıradan bir dəmirdən hazır olmuş bir ustalıq, yəni işçilikdir. İnşallah növbəti həftələrdə daha da gəlişmiş şəkillərini, videolarını göstərəcəyik sizə. Gedək indi növbəti proyektə. Dostlar, gəldik növbəti proyektə. Növbəti proyekt Azərbaycanda ilk olaraq quraşdırdığımız Akqeyr hava askı sistemləridir. Hal-hazırda biz onun bagaj hissəsində dizayn dəyişikliyi eləyəcəyik, kompressiyalarını yeniləyəcəyik və tam olaraq profilaktik bir yoxlama keçirəcək ki, yəni sızıntı falan belə bir şey varsa aradan qaldıraq. Bu gördüyünüz avtomobilin tam olaraq bagaj hissəsinin dizaynını təzədən dəyişəcək. Gedək növbəti proyektə. Növbəti proyektimiz isə Lexus LX 570 modelidir. Bu gördüyünüz model avtomobilin 2002-ci il buraxılışındadır. Biz bunu 2018-19 modelin tam olaraq sport paketinə, TRD paketinə yığırıq hal-hazırda. Gördüyünüz kimi arxa qanadlar dəyişilir. Şüşələr tam olaraq orijinal Lexusunki qoyulub. Arxa hissə, bagaj falan hamısı dəyişib. Qapılarda bəzi işlərimiz var. Onlar olub, maşın içi tam sökülür. Bundan ötürü hal-hazırda bu avtomobil rəngi hazırlanır. İnşallah gələn həftə tam olaraq rənglənib, çatdırsaq həftənin sonuna kimi rəngləyib, avtomobili tam yığıb sizə tam olaraq göstərəcək. Gedər indi növbəti proyektimizə dostlar. Növbəti proyekt isə Toyota Hiace modelidir. Biz bu avtomobilin arxa hissəsini yarıdan bölərək Azərbaycanda məşhur şirkətlərin biri üçün iş zonası yaradırıq. Yəni bu avtomobillə gedib hər hansı bir texnikanın yanında dayanır. O texnikanı təmir etmək üçün bütün avadanlıqları burada dolablar olaraq yerləşdirəcək və onlar öz alətlərini qoyub istənilən yerdə gedib avtomobil texnikaları təmir edəcəklər. Yəni bu kommersial bir şeydir. İstənilən başqa cür sifarişləri belə qəbul edirik. Bunun kimi istənilən hər bir, yəni individual işləri, sifarişləri qəbul edirik. Yəni şirkətlərin nəzərində olsun. Bu proyektimiz belə. Gedək növbəti proyektə. Növbəti proyektimiz isə American Motors Corporation olan Matador modelidir. Avtomobil 72-ci ilə məxsusdur. Avtomobil bizə gələndə bir çox texniki nasazlıqları var idi. Əylək sistemi işləmirdi, diskləri misal üçün tamam başqa bir stildə idi, Amerikana yaraşmırdı. Motor mühərrik hissəsində bir çox hissələrdə gecikmələr var idi, alışma şanlarında falan da problemlər var idi. Radiator sistemi, elektrik sistemi, bütün hamısı problemi. Biz onun hamısını aradan qaldırdıq. Hal-hazırda avtomobilin sürətlər qutusu problemlidir, başqa bir avtomobildən qoyublar. Biz onu ləğv edib, sırf özününkini tapıb Amerikadan gətirəcəyik inşallah və onu quraşdıracaq ki, avtomobil tam olaraq öz orijinallığını saxlasın. Avtomobilin klirensini azaltmışıq, əvvəl avtomobili çox hündür şəhərdə görənlər olubsa, bu avtomobili çox hündür klirensini azaltmışıq və digər bəzi görünüş olaraq, aksesuar olaraq, xromlar falanlar bəzi şeylər əlavə eləmişik. İnşallah növbəti həftələrdə avtomobili yekunlaşana yaxın, yəni hər həftə inşallah belə bir video çəkib qoyacaq. Dostlar, növbəti proyektimiz isə hal-hazırda rəngdən tam hazır olmuş YMV və yaxud da ki BMW 340 modelidir, 50-ci istehsalıdır. Avtomobilin tam olaraq sıfırdan zavod vəziyyətində restavrasiyası gedir hal-hazırda.
Avtomobilin gördüyünüz qabaq hissəsi, arxası, bütün askıları Qaz 21 ilə əvəz olunmuşdur. Biz onları yenidən özününkünü, yəni 50-ci ilin BMW-sini taparaq bütün qabaq hissəsini, qabaq qollardır, bütün qabaq motor mühərrik hissəsidir, salondur, bütün içərisində nə varsa hamısını zavod olaraq tapmışıq və hal-hazırda onların restavrasiyası gedir və avtomobil növbəti günlərdə yığılmağa başlayacaqdır. Hal-hazırda rəngsazdan çıxır və gözləyir. Dostlar, bu gördüyünüz isə BMW 340 modelinin, bayaq sizə göstərdiyimiz modelinin salonudur. Avtomobilin salonu tam olaraq dəridən tikilib. Gördüyünüz kimi ağ, qızılı və göy rəngdə konsept rənglər seçilib. Avtomobilin özündə də, konseptində də bu rənglər, yəni öz əksini tapacaq inşallah. Biz yəni sırf avtomobilin restavrasiyasına bağlı olaraq bütün, yəni salon işləri, çöl işləri, interior işləri bunların hamısı ilə məşğuluq. Yəni kiməsə maraqlıdırsa, bunlar üçün də bizə müraciət edə bilərlər. Bugünlük bu qədər. İnşallah növbəti həftələrdə yeni proyektlərimiz var, gözlənilir. Onların da videosu və cari proyektlərin hazırki və həminki günə olan vəziyyətlərini sizə göndərəcəyik. Görüşək, yine sualınız olsa kommentlərdə yazmağı unutmayın. Sağ olun.